Salam dostlar, salam. Akşamınız xeyir olsun. Hamın içli dışlı Azerbaycanın içinde ve dışında dünyanın harasında olmaz nasıl olmayacak içerisinde özü boyda Azerbaycan yaşadan ve yüreğinde Azerbaycan alavı taşıyan herkese selam olsun. Diyesen sesim biraz düzelip ona göre çok da özümüzü zorlamadan bazı meselelere bir daha değinmeye ihtiyaç var ve ciddi meseleler var. Ama ilk növbədə istəyirəm son iki efirimizlə bağlı bazı meselelərə belə də ötəri deyib keçim, ama maraqlı şeylərdir. Bu Fazıl Qəzənfəroğlu'na bağlı bilirsiniz. Ben Fazıl Qəzənfəroğlu'nun indi dediğini ve yıllar önce dediklerini, yani benim orada öyle bir fikrim yoktu ya. Ama bu adamların taraftarları var, görünen taraftarları. Hatta bazılarını yəqin ki bunlar Fazıl Qəzənfəroğlu'nun partiyasının üzvləri falandır. Bazı yakın uzak tanıdıklarım da var. Ama mən qərib gələn bilsin oldu. Bu adamlar niye bu kadar terbiyesizler? Dedim ya, Fazıl Qəzənfəroğlu siyasi mövqeyi, ondan ne bileyim bunun indi o fəsillərlə siyasi iqlimin dəyişməsindən mövqe değişmeyi, yani buna bu qalamın da deyirlər, ne bileyim hamilyon deyirlər. Bunlar söz yerinde de. Ama bu taraftarlar niye bu kadar terbiyesizdir? Kardeşim bu böyle olabilmez. Bu şimdi çok okumuş adamdır. Bunun çevresinde siz o biraz benim özüm barəsində o ayrı bir meseledir. Şərh yazan adamlar hakkında, kardeşim bunlar ne ana bilir, ne arvat bilir, ne kız bilir, ne karı bilir, ne gəlin bilir, ne uşaq bilir. Söğüşün biri 5 qəpik ne olan şeydir bu böyle. Yaxşı ben o Avrupa'da kumralları, söğüş sürenleri falan anladım da. Bunların profili budur. Bəs bu Fazıl Qəzənfəroğlu'nun illerin milletvekili, biraz daha çok kitapta da okumuş adamın çevresinde bu kadar terbiyesiz adamlar hardandır? Nedir bu böyle? Böyle açığı böyle özüm heyret elədim ki, necə ola bilər? Sonra da bilirsiniz, ve Etibar Məmmədovla bağlı biraz bir şeyler danışdıqda, yine de eyni xət, eyni. İndi güya bunlar indi ne bileyim kimin tərəfindədirlər bunlar, kimidir? Yaxşı kardeşim, indi ben biraz meseleye istəyirəm, bəzi məsələ ilk növbədə bir şey aydınlıq gətirim. İsrarla hamı yazır ki, Sərdar Yerlibazlıq edir. Kardeşim, bir hafta ondan, iş günündən qabaq tutaq ki, Rəhəm Qaziyev müdafiə eləmişəm, düzdür. Rəhəm Qaziyevlə və ümumiyyətcə, indi baxın, əgər söhbət gerçəkdən Sərdarın Yerlibazlıq kimi bir dərdi olmuş olsa, var da birinci İlham Əliyevin özü var, birinci, elə, var da adamda. İndi bunlar boynuna almaqla da dörtlər hamısı Qərib Azərbaycan kökəni. Əli Əhmədov var, Misir Mərdanov var, Abel Məhərrəmov var, ondan sonra ne bileyim Məlahət İbrahim qızısı var, bunun ne bileyim illərlə o 30 ildir bu yapım ve ölkənin rəhbərliyində böyle vəzifə tutmuş adamlar var. Bunun Əhliman Əmrəslanov var, o birisi var, bu birisi var. Ve bunların her birinin hakkında her zaman en sert mövqedə mən olmuşam. Ve maraqlı birisi nədir? Ben her zaman bu milletin, bu xalqın, bu ölkənin, bu vətənin davasına apardım. Kimliyine bakmayarak, hiç kim de göz yaşına bakmadı. Hiç kim. Ama bana Yerlibaz demek biraz bilmirəm indi. Bir daha derim ki, Yerlibazlıq olarsa, ben de onların yanında olaram. Daha indi o hamısı da maşallah. Nazir olanı, direktör olanı, deputat olanı illərlə, prezident aparatında, Nazirlər Kabinetində yüksək vəzifətdə, ölkənin faktiki rəhbərliyində olmuş adam. Bunun hamısı o zaman Murtuz Ələskərov var idi. Zamanında vəzifədə olanda Əli İnsanov var idi. Əli İnsanovu mən həbsxanadan çıxandan sonra görmüşəm üzbəyüz belə. Elə. Və mən Yerlibaz demək, yerli demək biraz, yani özümə biraz qərib gəldi. Bu insanlar nə yiyirlər, nə içirlər. Və maraqlı şeydir, bunların marağına uyğun danışanda sən olursan qəhrəman. Elə ki, bunların marağına uyğun gəlmədi, ya Yerlibaz olursan, ya da hətta vətən xaini olursan, nə satqın olursan, nə olursan. İndi başka bir mesele de var. Tutaq ki, bu Etibar Məmmədov, bax, o gün okudum ben, şərh də yazdım orada.
İndi bu Əli Orucov geniş və əhatəli uzun bir yazı yazıb. Hər şeydə yazdıqlarda bir analiz edib, təhlil edib, qoyub ortaya ama mənə maraqlı gələn bilirsin nədir? Mən köhnə dostum, bizim Sayın Baron Fərəməz Novruzoğlu mənə yazır ki, deyir, mən yazacağım, mənə də cavab verəməzsən, sən Etibar Məmmədovu, səni Etibar Məmmədovu yaxşı tanıyırsan, mən də səni yaxşı tanıyıram, burada problem yoxdur. Və mənim də səni tanımağımla belə peşmançılığım da adım yoxdur. Amma mənə gəlib gələn bilirsin nədir? Özdə mənə deyirsən yerliçilik, yolunuz sənin yerindir. Yaxşı, sən Ramiz Mehdiyevə illərlə dastanlar, romanlar yazan adam, birdən belə gəldin, dedin, Ramiz Mehdiyev mənim kətçimdir, ona görə onu müdafiə edəcəm, düzdür? İndi bəlkə sən orada sarkazm yapsan, amma orada sarkazm, səndə nə sarkazm alınmır, nə də səndə alınan bir şey var demişəm. Sənin sataşma yazıların super gedir, belə adamlara xınt çıxmaq, adamlardan, nə bilim, indi nəyinsə qisasını almaq, nəyinsə köyünə hesablar çürütmək, səndə ələ alınır, orada mən problemim adım yoxdur, özüm bilərsən, orasına qarışmam. Amma mənə gəlib gələn bilsin nədir? Məsələn, adam Elçibəyə mənim liderim deyir, Əbülfəz Elçibəyə. Heydər Əliyev ümumilli lider deyir, İlham Əliyev də rəis deyir. Və bu müstəvidən baxırsa, adam öz dediklərini öz inanırsa və Etibar Məmmədov ümumilli liderin və rəisin hakimiyyətə gəlməyin təmin edici addımlar atıbsa, o zaman normalda bu Etibar Məmmədova təşəkkür eləməz. Deyir ki, Etibar Məmmədov xalqın inamını satıb, bilmirəm, xalqın sevgisini arxa çevirib. Bu xalqın sevgisini Etibar Məmmədova nəsən nə o birisilər qazandırmamışlar. Amma burada görünən ayrı bir şey var. Mən o detallara inməyəcəm, amma görünən ayrı bir şey var. Etibar Məmmədovla bağlı, ondan sonra bir yerdə Rəhim Qazıyevlə, tutaq ki, Neymət Pənahlı ilə, Sabir Hüsamxanlı ilə, yəni o dövrün meydan adamlarıyla bağlı indiki hakimiyyətin, cəbhə hakimiyyətinin və indiki hakimiyyətin mövqeyi tam üst-üstə düşür. Tam. Nə deməkdir bu? Əgər bu Elçibəy liderdirsə, Etibar Məmmədov da Elçibəyə deyək ki, siz deyən kimi, Elçibəyə, nə bilim, o hakimiyyətə, milli hakimiyyətə nə varıbsa, nə elibsə, ki, bunların da əsasları yoxdur. Amma deyək ki, siz deyəndir. Öz dediyiniz özündən, o zaman Elçibəy liderindirsə, o zaman sənin Heydər Əliyev və İlham Əliyevə rəis milli lider deməyin adı nədir? Yox, əgərlərim. Doğrudan da sən öz dediyinə, o zaman sən Etibar Məmmədova təşəkkür eləməlikən, niyə Etibar Məmmədova bağlıdan gələn yazsan? Şimdi mən deyirəm də, mən o detallara inmək istəmirəm, orada çox şeylər var, amma 20 yanvardan sonra əvvəl xalq cəbhəsinin, xalq hərəkatının və xalq cəbhəsinin rəhbərini ələ keçirmiş. Sonra da həmin o dalğanın üzərində ikinci dalğa, bu yenə də Etibar Məmmədovun, Etibar Məmmədovun, Rəhim Qazıyevin, Xəlil Rızanın filanın, bunların o ayaqda tutduqları meydanın hesabına, sonra da yüz cürə hilənə, yüz cürə hiləgərliklə hakimiyyət ələ keçirmiş. Sonra da hakimiyyətin dabanına tüpürüb hakimiyyətdən qaçanlar, xalqın səs verib, xalqın əmanət elədiyi hakimiyyəti, dövləti təhvil verib qaçan adamlar qorxaq olmur, Etibar Məmmədov qorxaq olur. O liderlərin meydanda olub olmamasından və meydanı tərk edilməsindən bağlı mən sizə maraqlı bir şey deyəcəm və onunla da söhbəti bağlayaraq. Baxın, bir daha deyirəm, bax, cəbhənin rəhbərini ələ keçirib, sonra hakimiyyətə gəlib, sonra da Palyanıçqla, Volskla bir yerdə Azərbaycan hakimiyyətini, xalq hərəkatını, xalqın nədir, o xalq cəbhəsinə olan inamı yerlə bir eləyib. Deyirlər, Etibar Məmmədov cəbhəni parçalayıb. Etibar Məmmədov cəbhədən gedəndə hələ cəbhə heç hakimiyyət yuxusuna da girmirdi. Amma hakimiyyətin içində olurlar. Hakimiyyətdə təmsil olunub, hakimiyyətin ikinci, üçüncü adam olurlar. Partiya quranlar parçalamırlar, bölmürlər. Amma Etibar Məmmədov parçalayıb. Bu qədər, yəni, nə bilim, necə qeyri-peşəkar, nə bilim, belə qeyri-səmimi və bu qədər qərəzli yanaşmanın anlamı adı yoxdur. Amma bir şey deyəcəm sizə. Etibar Məmmədov deyil, meydandan qarşı ayaqqabısı qaldı. Ayaqqabısı adam spor söhbət yalandır. Biz də meydanda olmuşuq. Sadəcə bu, o zamanda, bax, həmən bu, bayaq dedim,
İndiki hakimiyyətlə o hakimiyyətin bütün maraqları bu şayiələr onlar yayıb, satqındı, Lefortovo da belə oldu, satdı, arxa çevirdi, parçaladı. Hamısı o hakimiyyətin də bu hakimiyyətin də mövqeyi üstə. Ama bir liderin bir ağır situasiyada, ağır zamanda tərəfdarlarının sinəsini sipər edib lideri qoruması və təhlükəli yerdən liderin uzaqlaşdırılması heç zaman qorxaq anlamına gəlməz. Qorxaq olsa etibar heç o meydana getməzdi. İtibarı zorla oraya yaparmazdılar ki. Onun da nümunələri var. 2098'in prezident seçkilərində Etibar Məmmədovun dünyaca məşhur seçki kampanyasını və Heydər Əliyevlə rəqabət aparıb qalibiyyətlə başa vurduğu seçkidə Etibar Məmmədovu meydanda tək qoyan bu adamlar sonra 2003-cü ildə Etibar Məmmədov dəstəkləmədi, bizi dəstəkləmədi deyən adamlar yaxşı, əvvəl vahid namizədlə bağlı əldə olunmuş razılığı pozan çox belə özdə biraz da bu necə deyim, biraz qeyri-etik və biraz insanlıqdan yəni insanlıq halından kənar bir vəziyyətdə ağır ifadələr yenə işlətmək istəmirəm. Mən nə bilim, problem deyil. Sadəcə mən bunları demək zorundayım. Hamı da bunu bilir. Sonra, ondan sonra növbətdə indi bu deyir ya, deyirlər, çoxu deyir, bu da deyir. Elçi bəy məmli deyirmi? Elçi bəyin vahid namizədliyini sonraki dəfə məhz vahid namizədliyini dəstəkləməyən, Elçi bəyə dəstək verməyən adamlar indi hamısı olub qəhrəman, hamısı olub belə dövlət xadimi, parlaq dövlət xadimi. Bunlardan stat gətirirlər. Pənah bəy məclisdə belə demişdi. Ondan İsa bəy belə, İsa Qəmbər seçkini udmuşdu, filan. Udmuşdu, Etibar Məmmədov da seçkini udmuşdu. Etibar Məmmədovu dəstəkləməyən adamlar gəlib burada Etibar Məmmədovdan dəstək istədilər. İndi sonra da hakimiyyət bunlarda, dövlət bunlarda, ordu bunlarda, nə bilim, hökumət bunlarda kabinetləri, ayaqqabıları qarışıb qoyub qaçan adamlar indi sonra da ardı-ardına parlamentdə yer alanlar, 5-6 nəfərlik deputat mandatı alanlar hamısı satqın deyil, heç kimi satmayıblar. Etibar Məmmədov bu ölkədə polis serjantı da olmayıb. Etibar Məmmədov hamıyı satıbsan demək. Məsələ onunla bağlı deyil. Məsələ doğrudan da Etibar Məmmədovun və digər adamların sadəcə nəyin bahasına olursun, cəmiyyətin gözündən salmaq, nüfuzdan salmaq hədəfləri var. Çünki ölkədə vəziyyətin öyle böyle biraz keçən dəfə demişdim, sürətlə ölkə bir yerə doğru gedir və nə yapıb, nə edib? Amerikalılar, Avropalılar, nə bilim, Yahudilər, müsəlmanların İslamın yayılmasını qarşısını almaq üçün gedib bu ölkələrdə qan tökürlər. Əvəzində nə baş verir? Avropa, Amerika müsəlmanlarla doldurulur. O proses sözü elədi, Allah'tan gələn məsələdir ya. İndi burada bunların bir qorxusu var. Nə olar, nə olmaz, mən keçən dəfə demişdim. Adam çıxır, deyir ki, Etibar siyasətə qaydım, mən qorxuram. Nədən qorxur adam? Əslində də Etibar Məmmədov doğrudan siyasətə qaydarsa Etibar Məmmədov rəqiblərin qorxacağı lider. Bu və bunu ona görə narahatdırlar. Yoxsa nə əlaqəsi var, dedim ya, bu ölkənin bu boyda sos deyə bağıran dərdləri qalmışkən Etibar Məmmədov 20 ildən çox çəkilib gedib, heç kimə qarışmır, heç kimə bu günə qədər Etibar Məmmədovun ağzından bir kimsənin haqqında satqın, xəyanətkar, satdı, eləmədi, etmədi deyən bir sözünü bir adam eşitməyib. Arada sırada 20 yanvar, Xocalı, nə bilim, belə ciddi hadisələr, o hərəkatla bağlı, ya Respublika günü filan, jurnalistlər müraciət edib, burada müsahibə verir. Bu qədər ildə etibarı üstə toplasan, 10 dənə normal müsahibəsi 5 dənə ya olub, ya olmuyor. Adam heç kimə qarışmır, amma bunlar o üzr istəyirəm, ifadə çox çobuddur, amma deyilir ya, itəl çəkir, motorlar çəkmirək. Bunlar durub etibar elədi, etibar kimə nə elədi deyək ki, elədisə etibar, siz etibarı özün deyirsən, yazırsan orada ki, etibarın nüfuzu, belə sevgisi, yazır, özü yazır ki, etibar qədər bu milləti heç kimi sevmədi. Etibarın o sevgisini də, etibara olan millətin inamı da oğurlayıb, gətirib 11 ayda xərcləyib, tamam xərcləyib, sonra da qoyub qaçanlar hamısı qəhrəman olur, hamısı stat gətirilən dövlət xadim olur.
Etibar Məmmədov satqın olur. Utanmırsınız siz. Ayıbdır da biraz da adamın danışanda bir şey fikirləşin, nəyi danışırsınız. Və bir daha deyirəm. Etibar Məmmədov meydandan qaçmayıb. Qorxan adam meydana gəlməzdi. Etibar Məmmədovu tərəfdarları, Etibar Məmmədovun belə deyək ki, can güdənləri filan filan, Etibar Məmmədovu sadəcə təhlükəli yerdən uzaqlaşdırıblar. Bunun bariz nümunələri var. Bir liderin ki, istənilən bir liderin, istənilən aşamada, təhlükəli yanında, vəziyyət yaranında, o, nə bilim, kritik vəziyyətdə sinəsini siper edəcək, ətrafında, çevrəsində yaxın, yəni o korumaları, onun tərəfdarları yoxdursa, o adamın lider olma haqqı yoxdur. Hamı da bunu bilir. Tərəfdarları meydana çağırıb, gedib 3 ay evindən çıxmayan liderlər indi istat gətirirlər onlardan. O belə, İsa bəy belə, nə bilim, Pənah bəy belə eləmişdi. Pənah bəy Volski ilə müzakirə edirdi Azərbaycan problemlərini. İsa bəyin başından indi, bunu mən demirəm, zaten bu deyilmiş sözdür mən heç. Onun arxasında da getmək fikrim yoxdur, amma deyilib, o, Gəncə Alimlər Klubu var idi, filan var idi, Palyançko məsələsi var, filan var. İndi, əgər deməyə söz lazımdırsa, hamının haqqında var. Niyə özümüzü böyle alan qarqa kimi ortadan çıxıb? Bəli, Etibar Məmmədov xalqın sevgisi de olub, xalq sevib. Etibar Məmmədov bəlkə də dünyada yeganə liderdir ki, Etibar Məmmədovun uğruna bir həftəyə 1 milyon imza toplanıb. Bu millət eləyib onu. Və bu millət görəndə ki, onun ən sevdiyi və ən belə də hamıdan çox sevgi bəslədiyi lideri müxtəlif yollarla, hilənə, məkirlə, oyundan kənara qoydular. Nəticədə də hakimiyyəti Süləddin Əkbərin dediyi kimi sahibinə, Xozeynə təhvil verdilərsə, Xozeynə. O günü baxırdım, Heydər Əliyev deyib gülürdü ki, Qabil mənə Xozeyn demişdi. İndi hakimiyyəti sahibinə təhvil verənlər və rəsmən hakimiyyəti qoyub qaçan adamlar, hamısı qəhrəman olub, hamısı lider olub. İndi Etibar Məmmədov da biraz dedi. Yəni, ayıbdır belə şeylər. O gəlin deyir ki, o da deyir, Rебята, давайте жить дружно. Belə deyil. Dedim ya, yazmağa deməyə qalmış hamının haqqında hər şey deməyə də olur, yazmaq da olur. Elə deyil mi? Mən də bir daha deyirəm, yerliçiliyi zaten mən tanımıram, mən Turan əsilli Türkəm. Mən nə yerli, nə yersiz, adam haqlıdırsa, yanındayım, haqsızsa, ayrıca bir şey var, mən demişəm. O cümlədən də Fərəməz bugün də mənim dostumdur, mən belə şeylərdən çəkinən adam deyirəm. Bildin mi? Fərəməz, bax, bugün elədiyi deyirəm. Amma mən, Fərəməz mənim dostumdur, yaxşı eləyib yaptı. Mən dostlarımı da belə çox da üstünə gedib, onlarla qovğuya ya da çıxmaram. Mən o adam deyiləm ki, deyəm ki, filan kəsə vəfa borcum var. 3 aydan sonra duram, deyəm ki, vəfa borcum qutardı. Adamları üzr istəyirəm belə, ayaqlayıb üstündən keçəm. Bu, məndə o yoxdur. Mən dostlarımla dostum və hər zaman haqsız olarlarsa, susaram, gedib yanında duraram. Haqlı olarlarsa müdafiə eləyirəm. Haqsız adamı heç kim müdafiə eləyənməz. Və mən Etibar Məmmədovun, laf Rəhəm Qaziyevin, laf, nə bilim, kimi deyirsiniz deyin, doğma qardaşım olsun. Mən oğlumu belə haqsız olduğu yerdə çıxıb belə publik müdafiə etmərəm. Efirlərdə hər gün haqdan, ədalətdən danışan adam özü biraz haqlı və ədalətli olmağı bacarmalı. Mənim həyat, yaşam kredom belədir. Mənim devizim, yaşam tərzim budur. Ha, indi Fərəməz hesab edir ki, belə dolar eləsin, o da onu biləcək işte. Amma dedim, maraqlı bir şey diyeceğim sizə. O liderlərin qorunmasından bağlı dedim ya. İndi siz heç olmasa baxırsınız da yəqin kinolar var məsələn üçün. Bax, bu Sultan Mehmet filmi gedir. Bir şey olan kimi Mehmet döyüşdədir, düz dağın ortasında. Dərhal oradan sultanı qoruyun, sultan alınır çəmbara və yavaş-yavaş daddan çıxardılır. O təhlükəli yerdən kənarlaşdırılır. O çəmbərin vasitəsilə. Demək, onda belə çıxır ki, Mehmet döyüşdən qaçır, eləmi? Bu cürə yanaşma Azərbaycan siyasətində və siyasətdən yazanlar hər zaman öz şəxsi ya qərəzdən, ya şəxsi maraqdan, ya başqa siyasi maraqdan, hətta bir yerlərdə maddi maraqdan dolayı belə yanaşdılar deyə bu ölkə bu günlərə gəldi. Bir daha deyirəm, Etibar Məmmədov qorxan adam nəzirdir o meydanda, getməzdi. O da İsa Qəmbər gəlmədi. Tərəfdarlarına dedi, meydana gedin, özü də getdi, evdən 3 ay çıxmadı. Heç
İndiye kadar da İshak Ömer'e onu gene ciddiyle tutan olmuyor. Ama Etibar Mehmet o meydanın o kan tökülen yerden kanla taraftarları sinesini siper eleyip uzaklaştırıp ve boğulur. Etibar Mehmet o meydanı koydu kaçtı. Bu şeylere biraz saat bir şey de diyeyim, bu mevzuyu bitireyim. Ben bayaq dedim ya, bir liderin ki, hatta ölümünden sonra bile uğruna sinesini gelip onu koruyacak taraftarları yoksa, onun adam lider değil, o gönderme şeydi. Bakın, bir vaxtlar bana bir video getirdiler. Bu Rəhim Qaziyə bu şeyleri bilir. Bana bir video getirdiler. İskəndər Əmidov danışır, deyir ki, ben başbuğdan neçə kişiyəm, Alparslan deyil. Bilmirəm, neçə ildə başbuğ inqilab eləyə bilmədi. Mən inqilab elədim, mən tankın üstə gəlmişim. Başarırlar, gəlsinlər, məni tankın üstündə aparsınlar. İskəndər Əmidovun buradan gətirdilər ki, bunu verə bilərsənmi? Dedim, qardaşlarım, bunu mən verərəm. Amma bu başbuğdan söhbət gedir. Adamın kəmirləri torbada gedər. Bunu, bak deyirəm, elisiz, sonra bunun problemi olacaq. Mən verirəm, dedilər, ver, yaxşı. Koyduk bunu sayta. Üstündən bilmirəm, 3 gün ya 5 gün keçmişdi. Şəhriyar Məcidov, özü də sağdır, buradan da salamlayıram. Sərdar Əmidovun oğlu zəng vurdu. Ben Rəhim Qaziyev bir yerdeydim, ona göre deyim, Rəhim Qaziyev yanındayım. Ben redaksiyadaydım, o Montin Bazarın içinde balaca bir yerde gazet çıkar. Şəhriyar mənə zəng vurdu, dedi Sərdar, ben başa düştüm. Dedem belə, əmim belə falan bunlar ölüp gediblər. Mənim günahım nədir? Dedim, ne olur ki? Dedim, mən oradan buradan zəng vurup təhdid edirlər, hədəliyirlər. Onu silə bileyim mi? Dedim, vallahi Şəhriyar, ben bunu demiştim ki, böyle şeyler var. Dedim, ama ben onu bacarmıyorum, nətər eləmək bilmirəm. Geldi bir çay içtik, sonra getdik. Şəhriyar'a özümü sildi, yanında bilmirəm, bir program ismi gətirməm, sildiler addan. Benim yani bizim o sayttan. Demek istediğim nedir? Ama bence o büyünde YouTube'da var hardasa. Sadece o zaman böyle gündeme geldi diye. Demek istediğim odur şu. İstenilen zamanda liderim diyen bir adamın kritik vaziyette tehlike karşısında onda lidere sinesini gerip lideri sonuna kadar koruyacak adamlar yoksa o adama lider demek günah olur. Ve Etibar Mehmetov o liderdi ki kritik məqamda tərəfdarları sinəsini gərib, bax belə onu ətdən çəmbərə alıb təhlükədən uzaqlaşdırdılar. Məsələn də olay da budur, ayrı bir şey yoxdur. Çox şeyler var orada, indi mən danışmaq istəmirəm. Zaten Əli Orucov yazıb, maraqlarından gedib oxusunlar. Mənim də bu belə üstümə vəzifə zat da deyil. Amma bir daha deyirəm, kim olur olsun demişəm, İlham Əliyev. İndi İlham Əliyev mənim müdafiəmizə də ehtiyac yoxdur. Ama haksız olarlarsa ona da geleceğim. Zaten gelmişim de zaman zaman. Ben mesela için her zaman dedim. Xüsusən də bizim Avropadakı budaklar var böyle. Özündən də deyən. İlham Əliyev sorgulayın. İlham Əliyevdən soruşun. Bu ülkenin vəziyyətindən maraqlanın. İlham Əliyevdən bu ülke niye bu gündədir deyip soruşun. Ama Paşinyanın ya Putin'in ne bileyim filan kesin arkasına gizlenip İlham Əliyev üstüne gelmeyin. Doğru değil. Şimdi dedim ya, bir şey olan kimi sultanı koruyun deyip korumalar dövüş meydanında kılıç davası giden yerde sultanı muhasireye alıp çembere alıp daddan kenarlaştırırlar tehlikeden. Demek böyle çıkıcı Sultan Mehmet meydanından kaçırırlar mı? Şimdi bu danışanda bir düşünün. Şimdi bunu yazan adam Feremez de biraz yani okumuş adamdı, bilgili adamdı. Sadece neyse hatırına o kimlərisə aşağılamaqla, kimlərisə yani kimlərinsə belə deyək də bədbəxtlik üzərinə özünə xoşbəxtlik kurmaq yanlış şeydir. Və tarix də hər şeyi sübut edib ona görə. Yəni bu vaxtda bu qədər çox danışmaq istəmirəm mən. Məsələn üçün neysə deməyəcəm. Lazım gələrsə sonra danışar o vaxt. Bir də ayrı bir məsələ var. Dünən mən bir tahminen gece saat 3 radyolarında bir balaca video paylaştım. O videonu geçen il 20'si Mayda ben Facebook'ta paylaşmıştım. Dünen de bile paylaştım. Ve dünen gece saat 3'ten beri bu saat bilmirəm
350 min adam bakın. 350 min. Bu çok büyük göstericidir yani. Değil mi? Bu demek ki bu millet hele de farkındadır. Sadece o doğruları millete doğruları deyərsənsə millet yolun doğrusunu tapacak. 350 min adam bakıp yüz neçə şəhər var. Hamısı da bak böyle insanlar farkındadır. Söhbət nədən gedir? Bakıda çok tanınmış böyle deyək nə bilim o böyle pul verilen uşaqları yaxşı okumaq üçün məktəblərin birində nə baş verir? O Limonat xanımı da məyəx tanıyıram. Limonat Əmrahova tanıyanlar var yakın. Danışan odur. Psikolog. Adam deyir ki deməli məktəbdə 5-ci 6-cı sinifdən oğlanlarla kızlar, oğlanlar bunlar birbirine sevgiyle ne bileyim bu sevgi karşılıklı sevgiyle normal sayılmır ve netice itibariyle bu cinsi yön değişməni təşviq edirlər məktəblərdə. Bu adam danışır ve bu Bakının sayılıb seçilən məktəblərindən birində yaşanır. Adam adını demir, onda mən başa düşürəm indi. Ama niye bunu deyirəm indi? Bakın, geçen yıl bunu ben paylaştım. Zaten Limonat Hanım özü de paylaşıp bu videoda orada durur. Bu kadar müddette bu toplum, bu cemiyet bir prokurorluk tarafından, bir MTN tarafından, DTK tarafından, Daxili İşlər Nazirliği müvafiq organları var, onlar tarafından, hiç olmasa Təhsil Nazirliği tarafından, hiç değilse Bakı Təhsil İdarəsi tarafından ciddi bir araştırma var. O məktəbdə nə baş verir? 5-ci 6-cı sinif uşaqları birbirini niye sevməli deyil? Əvvəl sevmirlərsə bunlarla oynanan oyunlar nədir? Bu haqda bir məlumat eşitdiniz mi, eşitmədiniz? Niye? Çünkü bu məktəblər əslində öz başına değil. Hamısı dediğim kimi o zihniyet var ha. Azərbaycan idarə o zihniyetin istəyi budur. En popüler, en pullu, en böyle ölkədə təşviq olunan, önde giden məktəblərdə bunu edirlər. O Durnoy Primer Zalazitel'in değiller ya. O sonra yavaş yavaş o bursi məktəblərə də sirayət edəcək bunu bilirlər. Kardeşim necə ola bilər? 5-ci 6-cı sinif uşaqları məcbur eləyəsən ki, qızlar, oğlanlar sevişmək lazımdır. O nədir? Adam danışır. Bunu mənim gözümlə uydurmuram ki. Onu da danışmaq üçün gərək əldə ciddi sübut ola, fakt ola. Yoxsa en azı Limonat Əmrahlı nədir? Qumral döyül. Çıxar orada nəmgah qulağını kəsə, gəh burnunu kəsə. Elə şey yoxdur. İndi baxın, heç nə. Bax bu son notlar oldu ha. Bu kanun qəbul elədilər ha, məktəblərlə bağlı. Həm valideynlərlə, həm müəllimlərlə. Ki uşaqlara nə psixoloji, nə də fiziki yani şiddet olmaz. Dərhal hələ ondan əvvəl də olmuşdu. Dərhal nə oldu? Bir məktəbdə bıçaqlaşma. Bir məktəbdə. Bir məktəbdə uşaq pəncərədən düşdü. Bir məktəbdə o valideyn var idi. Bu günlərdə də o Səidə bəy qız dedi, bunu məhkəmə veriblər, nə ayıblar. O uşağın dedim biri pəncərədən düşdü. O gün bu yayılmışdı bu 2-3 gündə. Bir məktəbdə uşağın biri sinif otağında, məktəbin içində sinif otağında o bir uşağı yumruğun altına qoyub belə o ölümünə döyür. Niye belədir? O müəllim ona dur deyə bilməyəcək. Niyə? Ya o uşaq döyülən ya döyən. Kiminsə o nə bilim kiminsə oğludur. Sabah adamın dərisini soyacaqlar. Ya orada da hələ bir 200 manat da cərimə eləyəcəklər ki, güya biz burada. Bir şey de deyim yeri geldi. Son vaxtlar Gəncədə bu gənc cavan uşaqların ölüm məsələsi bu günlərdə bir qulağım çaldı. Gene Gəncədə 16-17 yaşında bir tək oğlan küçədə hardasa bir görünməz bir qaranlıq yerdə meyidi tapılıb. Bu ülkenin bu məktəblər niye böyle olur? Bak ben özüm bilinçli şekilde buradan dedim, elan elədim bak bu günlərdə. Dedim bak size buraya kart koyuram, bank kartı. Bir bank. Gidin araştırın, yoxlayın. Bu banka, bu kartı, pullar hardan gəlir? Kim verir? Niye verir? Şimdi adını ben demirəm, o artıq raptan çıxır. Doğru da değil. Ama siz onu eləyə bilməlisiniz, bilirsiniz axı. Bu ülkede korrupsiya qarşı mübarizə idarəsi var. Bu ülkede indi
görünən dövlət siyasətinin az qala danışanda belə pafosdan korrupsiya qarşı belə mübarizə filan. Biz niyə yoxlamırsınız? Bəlkə də o mənə o kartı gətirənlər, bəlkə də onlar yalandan adama vətən atırlar. Ya gedin araşdırın da, mən də çıxım üzr istəyim də. Gedim onun əlindən, ətəyindən öpsən Allah mənə bağışla. Ondan da qələmi qırım deyim ki da, əgər bu yerə gəldisə də mən gedirəm burada. Amma eləmirsiniz, niyə eləmirsiniz? Dedim ya, bu elə belə deyil, tək bir o məktəb deyil. Necə ola bilər ki, deməli, arvad bir məktəbdə, nədir bu, həmkarlar komitəsi sərdir, əri bir başqa məktəbdə. Ayrı adam yoxdur. Ayrı adam yoxdur, bu qədər müəllimlər var, bu qədər falan var. Necə olur? Bir araşdırın, bir yoxlayın. Bir deyirəm o məktəbdə, bax, vəziyyət o həddədir ki, ya bugün ya yarın qan tökülmə həddindədir. Bunu mən bilirəm, danışıram, deyirəm da, düzdür. Niyə reaksiya yoxdur? Çünki bütün qurumların hamısı maraqlıdır o qan tökülsün. Həm də o zehniyyət maraqlıdır. O zaman nə baş verəcək? Qan tökülündən sonra polis də gələcək, prokuror da gələcək, hakim də gələcək. Ondan sonra təhsil idarəsi də gələcək. Ondan sonra nazirlik də gələcək. Hamısından məquşdu, gəlib deyəcək, ver. Ver. Hər anda o səlahiyyət buradan. Nə ölkədir belə? Başına dönüm, bilən bəli. İndi bunlar hamısı da belə. Bu ölkədə baxın, 2 aydır, 3 aydır. 10 minlərlə insanlar, minlərlə ailələr sadəcə evinə girə bilmir. Su, uşaqdan yuxarı dolub, evinə girə bilmir adamlar. Nə elədilər, nə adı dedilər ki, bu evlər qanunsuz tikilib, ona görə qanunsuz tikirlər. Qanunsuz tikilib bu ölkədə ola bilməz qardaşım. Cəmaat evinin həyətində 2 daş üstə qoya bilmir. Nə qanunsuz tikilib? Ümumiyyətcə, bu vətəndaşı qınırlar, orada ev tikməyəydi, ora beləydi. Azərbaycan insanı o qədər həyatda o məzlum və o qədər belə, nə bilim, ovlad vəziyyətindədir ki, məcbur vəziyyətdədir ki, məcburdur ki, haradan olsa bir tam qaralasın, bəlkə övladları, balaları normal 3 gün, 5 gün yaşasınlar. Amma dövlət biləcək, harada ev tikmək olar, buradan kabel gedir, buranın altında kollektori var, bunun altından o neft qaz boruları keçir, orada nə bilim, ərazi sürüşmə zonasıdır. Dövlət buna göz yumursa, vətəndaş neyniyəcək? Bu vətəndaşın hamısı alim deyil, geodezist deyil, nə bilim, coğrafiya alimi deyil, bu nə bilim, botanik deyil, zoolog deyil. Vətəndaş mümkün əlində olan pulun miqdarına uyğun bir torpaq alıb dam qaralamaq istəyir. İndi də yağış gəlib. 10 minlərlə dedim insanlar, ailələr sadəcə evinə girə bilmirlər. Hələ o məhv olub gedən, ortada o zirzəmi, yarıb zirzəmi ambarlar, bazalar, dükkanlar, hamısı milyonlarla, milyardlarla insanlaradır. Onları qoydum qırağa. Sadəcə insanlar, ailələr evinə girib, buranın yataq yeri yoxdur. Prezident də çıxıb deyir ki, kompensasiya istəməyin, olmayacaq. Və bu günə qədər bir normal bir iclas keçirilməyib. Normal bir iclas heç olmasa cəmaatdan Heydər Əliyev belə şey edirdi, lazım olanda bir danlayırdı kimisə filan. Bağışlayın. Səsimin problemləri başlayır. Heydər Əliyev belə şey edirdi, indi o da yoxdur məsələm üçün. Bir, heç olmasa cəmaata göstərmək ki, baxın, yığışdıq, danışdıq, nənəsə. O da baxıram, prezident deyir ki, kanalizasiyadan filan, indi nə vaxtsa nəsə olacaq tapşırmışam demişəm. Prezident bu illərdə çox şeylər tapşırmışam demişəm deyim. Günü bugün də prezident İlham Əliyevin, hələ ondan qaba Heydər Əliyevin də havadan asılı qalmış bilsinə qədər fərmanları var göydən. Sanki belə də olmalıdır. Nə oyundu belə? Bir daha deyirəm, o vətəndaşlar neyniyəcək, bax. Ay yarım 2 ayda bunlar evinə girmirlər. Hələ yağışların da davam eləməyi duracağı bəllidir. Və su çəkilmir bir türlü. İndi əvvəl heç olmasa yağan yağış, sonra indi su çəkilmir. Çəkim üstünə də biraz gəlir. Nə olacaq bu insanların axırı? Və bu qədər dəymiş ziyan, bu qədər. Mən baxıram, bəzən deyirlər, Fövqəladə Nazirliyi filan. Bu artıq Fövqəladə Hallar Nazirliyinin gücü çatacaq istiyor. Fövqəladə Hallar Nazirliyi lokal bir ərazidə, ya bir kətdə tutaq ki, nə bilim,
Ya tutaq ki, nə bilim, bir qəsəbədə nəsə bir hadisə baş verər. Fövqəladələr Nazirliyi ölkənin yarısından çoxu suyun altında, yarısından çoxunu sel aparıb. Bu 10 dənə Fövqəladə Nazirliyiniz olar, ona gücü yetməz. O zaman nə olacaq? Dövlət çıxacaq ortaya. Hərbisindən, ordusundan, gücündən, nə bilim, nəyindən, pulundan, parasından insanların o nə deyim, yeri gəlirsə çadır şəhərcikləri salacaq. O insanların yataq yeri yoxdur. Harada yatır? İndi qohumlarla da bir təri başa verirlər. Birazdan sonra o da qutaracaq. Bu insanlar nə edəcək? Və ölkənin belə problemləri, bu cür problemləri qalıb bir qıraqda, belə nə bilim var. Nə bilim, o belirlədi. İbrahim Qaziyev ona, Etibar Məmmədov belirlədi. O birisi filan kəs, oradan filan yerdən, filan itilində filan kəsin babası menşevik olub, filan kəsin babası bolca. Ətcanları cəhənnəm hamısın. Sən bu gün və yarın, sabah, o biri gün, 1 ay, 5 ay, 5 il sonra başımıza nə gələcək? Və bu boyda ölkədə sosiyaya bağıran problemlərin sayı hesabı yoxdur. Bütün Bakı şəhərini Ayna elə bil dədəsinin malıdır. Ayna diye bir təşkilat qurulur. Ayna bütün ölkənin yadili parkovkeli, bütün yolların qırağı, binaların həyatı, hər yer. Və orada da maşını 3 saniyə, 5 saniyə saxladın, tərəf kamera çəkdi, axşam cərimə. Bütün, deməli, oturdun cərimə, durdun cərimə, yattın cərimə, maşın sürdün cərimə, yeridin cərimə, nə bilim, baxıram deyir ki, metroda belə oturanlara cərimə olacaq, o, nə bilim, ondan sonra güvərsinlərə nədir, dəndirin cərimə olunacaq. Deməli, otururlar, yatırlar, fikirlər, hamı cərimə növü fikirləşir, nətər eləyək. O gün baxıram da metro stansiyasında nə yazmışlar, nə ilə bağlı cərimə. Deməli, başlayır, qardaş, bu cərimələr nə, siz bu milləti nə eləməksiniz? Siz bilirsiniz ki, konkret sənin bu vətəndaşının, o da hamısını yox, az çox hardasa istəyən vətəndaşların aylıq qaldığı dad var, gəliri var, aylıq gəliri. Kimin doğru, kimin yanlış. Amma siz bir araşdırın, baxın, adam aylıq gəlirin 3 katında, bəzən 4 katında cərimə ödəyir. Bəs bir belə pul bunlar hardan alır? Bu vaxtda niyə işim düşün? Yəni, vəziyyət o qədər böyle berbattır ki, hər yanda berbattır. Deyirəm, bu yağışlar da biraz gəldi da düşdü. Bura biraz da Allah'ın işi değil, mən demiştim. Bax, bu küçələrdə haykıran indiyə qədər də səsi haqqın dərgahına qalxan, bəzən qışqırmayan amma baxışlarından nifrət, kin yağan analar var, hər şeyi məhv etməyə hazır. Bəs o anaların ahıdır, bax, göydən başımıza yağır. Və biz də onun altında qalıb, o ilahi ədalətdir. Onu düşünmürsünüz siz. Bu qədər ölkənin deyirəm, bu problemlərin ucu bucağı yoxdur. Qiymətlər belə, rüşvət belə. Baxın, o günü dərsən, səhv eləmirəmsə, hansısa efirdə baxdım mən. Nə baş verir? Uşaq 4-cü, 5-ci sinifdən, şagird məktəbli uşaq, hazırlığa gedir. Yəni, ümumiyyətcə məktəbdə buna dərs verilmir. Ümumiyyətcə, adam 5-ci sinifdən hazırlığa getdi, 5 il, 6 il, 11-ci sinifə qədər. Gedir kənarda müəllimin evində, bilmirəm, kimisə haradasa o, başqa bu hazırlıq kursları var, oralarda dərs öyrənir, düzdür. Məktəb buna dərs keçmir. Axırda gəlir məktəbdən diplom alır, artistat alır. Bu, məktəbin vermədiyi dərsə, keçmədiyi dərsə görə atestatı niyə məktəb verməlidir? Sadəcə dad qrupları, bazar. Sən get, o filan kəsin filan valideynin pul xəstəsin, səni hazırlıqda dərs oxu, ondan sonra da 5 ildən, 6 ildən sonra da gəl məktəbə pul ver, atestat al. O atestatı niyə məktəb verir? İlham Əliyev, sənin başına dönüm. Yəni bu qədərini də anlamırsınız, siz yəni bilmirsiniz ki, belə şey olmaz. Sən bu təhsil nazirin filan bir çağırıb soruşmursan bir kabala. Siz nə ilə məşğulsunuz? Yox. Əslində Təhsil Nazirliyi də, ondan sonra bax Səhiyyə Nazirliyi də, özdən maraqlı şey var, baxın, nə ediblər? Elə də gözəl adlar tapıblar, çox gözəl, belə şahan adlar tapıblar. Təbib, bax, ayna, dost,
Asan, ne bileyim, medyanın neyi filan filan, cüzcü, sevda, sevinç, libol, krasata, elə adlar tapıblar ki. Adamlar böyle, hamısı da bu paralel hökumət var. Değil mi? İndi ben orada baxıram, mənə göndəriblər. Mikhail Cabbarovun prezidentin şəklini veriblər. Mikhail Cabbarov deyir ki, Azərbaycanda işsizlik yoksa kasıblıq. O görün. İşsizlik həddi değil yoksa kasıblıq həddi. Bir dəqiqə. Bu saat diyeceğim size. Azərbaycanda yoxsulluq səviyyəsini 49%'den 5%'e indirmeye nail olub. Azərbaycan. Deməli, təkcə bu yağışların vurduğu ziyan. Yoxsulluğu bir kat yok, 5 kat yok. Yani 500%'e kaldırır. Bunlar deyir ki 49%'den ve mən de bilmirəm bu 49 rəqəmi buradan hardan alır bu. Mən biləli, bilməyəli prezident həmişə danışanda bilməliyim. O birinci o seçilenden beri. Her zaman deyib ki yoxsulluqda 5% bizdə. Yoksul işsizlikdə 5%'dir. O zaman hansı 49'u bunlar 5'e indiriblər? Bəs indiyə heç cavablar demir, baxın bizdə 49% yoxsulluq var. Deyil. Maraqlı şeyler var. Bakın, gör ne deyir adam. Bu rad var. Bu Aydın, deputat Aydın Məmmədov. Deyir, təbii prosesdir ki, yağış yağırsa yerde su olmalı. Ya kardeşim, dünyanın içerisinde yağış yağmıyor. Yağış elbette yağında yerde su olacak. Ama sen bataklığı kurudarsansa, üstüne ev dikersin, bina inşa edersense, sen ölkədə yaşıllıqları məhv edib üstünə kiminsə istehsal elədiyi o, nədir o kərpici döşəyərsənsə, sən milyonlarla ağaçları kəsib yerinə göydələn dikərsənsə, sən adi torpaq sahələrini park tikib, nə bilim, o yücürə dadla və üstə 1 milyonluq şəhərin kanalizasiya xəttini 1 milyonluq 5 milyon adamla yükləyə bilməzsən o zaman o yağışla bağlı değil aslında. Bir daha deyirəm, bu hamı vətəndaşı qınır, vətəndaşda bir şey yoxdur. Dövlət, hökumət və ən əsası da bu Mikhail Cabbarovun başında durduğu paralel hökumət. 50 dəfə demişəm paralel hökumət, bu hamısı paraleldir. Asan da paraleldir, paralel hökumətindir. Dost da paralel hökumətindir. Ondan sonra Ayna da paralel hökumətindir. Hamısında təpəsində duranlar tapınaq çocuklarıdır. Bakın gedin araştırın hele. Ben bir defa burada o vaxtı bu efirə çıxanda 13 nəfər nazirin şəklini koymuştum ki, bakın millet, bu adamları kim tanıyır? Bu da Gebze yolda soruşsan adamlardan kənd təsərrüfat naziri kimdir bilən yoxdur. Rabitə naziri kimdir bilən yoxdur. Səhiyyə naziri kimdir bilən yoxdur. Təhsil nazirinin adı çox allanır, onu da çok bilmezler yani ama o çok allanıp onu az çok bilərlər. Ondan sonra ne bileyim kişi bu ekoloji naziri kimdir bilen yoktu. O bir iki nazir var. Vilayet Eyvazov'du adı nedir? Bunlar da köylüden kalmadı. Çamalar neydir o? Kalın bir adamı bu boyda nazirleri bu ölçüde şimdi tanımır. Nazir siyasi vazifede tam kardeşim. Nazir olan adamlar illerle bu siyasetin içinde bir şey yetişip gelmezdiler. Nazir siyasi vazifede. Nazir paralel hükümetin adı yeri değil. Bu məhkəmələrin günüdürlüyü, bu prokurorluğu, bu polis idarələrində yaşanan DTK-nın vəziyyəti və bu ölkədə sos deyə bağırmayan tək bir sahə yoxdur. Belə bir şəraitdə çıxıb bir yoxsulluğu, ya biz 49%'den 5% salmışıq. Ne bileyim, Azərbaycanın şəhər salması və Afrika ölkələri üçün nümunə ola bilər. Ya anlamadım da, biraz da o adamın da o her şey, yalanın da bir haddi var da yalan bir yere kadar. Ama bu da yalan olmaz ki. Sen şehir salma da keçirdi sen. Beynalhal tedbir keçirsen burada şehir bucunda. Bu da Allah'ın işidir ha. Bak milletin ağzı yumulup Skoçtan'ın. Halkın danışma hakkı yoktu. Bu ülkede
hər hansı şəkildə ciddi media qurumları yoxdur. Bu ölkədə danışacaq və həmin o tədbirlərdə rəsmi dövlət törənləri, dövlət adamları, yəni müxalifət adına iştirak eləyib. Bu ölkənin problemlə danışacaq adamlar yoxdur. Hamının ağzı xoşlanıb deyə Allah göydən deyir ki, burada belə döyülüsü gəl, burada şəhər gedib, öz şəhərimizi belə eləməsi gedin eləyib. O gələn də kimdir? Mən baxmışam. Və belə yekə dodaq, nə bilim, qapqara neqirlər. O birini lümbələm lütdü, çiyinlərində aparır, onun tamballa zadla gəlib buraya. Bizim ölkənin, o günü bilmirəm, hansı Afrika ölkəsinə ad gəlmişdi buraya. Biri də Moskvaya gəlib, o zadda, nədir, paradda iştirak elədiyinə görə, bilmirəm, adı bilinməyən, adı olmayan, heç kim tanımadığı ölkənin, kral deyil orada, bilməm nə deyil, o gəlibmiş. Ona Putin limuzin bağışdı, salam verək. İndi biz də 10 günündəyik, o neqirləri zaten gətirib burada axşama kimi şerləndirib, dünyanın harasında ən avara, heç kimə lazım olmayan, nə forumdur, bilmirəm, formuladır, nə konferansdır, hamısını gətirib burada keçirdirlər. Nə? Biz Azərbaycanı tanıdırıq. Azərbaycanı tanıtmaq üçün Azərbaycan insanı, insan kimi yaşadın. O Azərbaycanı tanıtmağa da heç nə marağı yoxdur, nə də ihtiyacı yoxdur. Heç görürsünüz ki, Almaniyada tədbir keçirdi, hələ biz Almaniyanı tanıdırıq. Fransada, nə bilim. Biz niyə gedib Afrikanın özümüzü müqayisə edirik? Sən Parislə, sən Berlinlə, sən Praqa'la, nə bilim, sən Washingtonla, New Yorkla müqayisə olun da. Sən niyə gedib deyir ki, Afrika ölkə, orada bir yekə dodaq adam qoyublar, belə. O deyir ki, Azərbaycanın şəhər salma mədəniyyəti Afrika ölkələri üçün örnək ola bilər. Canı cəhənnəm Afrikalı. Mən burada Afrikalıya da Afrikada nə şəhər olar deyirəm, dadda var o stadionun yanından çəkiblər, çiyinlərini aparırlar, bir şəfər şeydir. O kraldır, nədir, şahdır. O hambalları çiyinlərində aparırlar, dizdən yuxarı suyun içində. Bu adamları buna gətirib, nə eləmək istəyirsiniz? Azərbaycanı kimə tanıdırsınız? Və oraya xəstələn pul var. Milyonlarla pullar elə belə, o konferans keçdi, o nə bilim, qoşulmama hərəkatıdır, bu nə bilim, o keçmiş sabiq baş nazirlər, prezidentlər, gəlirlər, yığılırlar, 3-4 gün burada yeyib, içirlər, kebabdan yeyib, nədir o, ağ sarağından vurub, şellənib, çıxıb gedirlər. Biz də burada cəmaatın uşaq pulu vermirsən, normal pensiya vermirsən, normal maaş vermirsən, bu qoyda ölkədə fəlakət baş verib, ölkə suyun altında qalıb, kompensasiya vermirsən, Formula 1 keçirilirsən, nə bilim, COP29 keçirilirsən, bu tədbirin adı nə idi bilmirəm, adı da yadında qalmır, zəhrimlərə qalsın. Bu tədbiri keçirilirsən, nə bilim, qoşulmama hərəkatı gəlir burada keçir, nə bilim, daha nələr, Eurovizyon keçirilirsən, Avropa oyunları keçirilirsən, İslam oyunları keçirilirsən, bu hamısı da milyonlarla, milyardlarla para hesabına. Cəmaata da gələndə pul yoxdur. Nədir canım? Sizin, nədir belə sizin? Bu necə idarəetmədir, bu necə hakimiyyətdir, bu necə dövlətdir? Deyirlər, heç yaxşı şey yoxdur mu? Mən dedim o günü, yaxşı şey nədir məsələn? Yaxşı olan. Yaxşı olan odur ki, məsəl üçün, biz o suverenlik ərazilərimizin, indi o Qazağın 7 kəndizat məsələsi var, orada yəqin hall olacaq amma, ən azı əsasən ölkənin ərazi bütövlüyünü təmin edə bilmişik. Çox yaxşıdır. Tutaq ki, bugün Xan kəndində Qarabağ Universitetinin olması çox yaxşı bir işdir. Şuşanın bizim əvvəlki qaydada Azərbaycanın olması, bundan gözəl, bundan min il adamı xoşbəxt eləyəcək bir məsələdir. Amma bunların üzərində Qarabağ ərazi bütövlüyümüz bərpa olunur. Amma o günləri bizdə də vermişdi oradadır. Orada gedən, bax, o söhbətlər gəzir, filan eləyir, doğrusundan, yanlışından. Adamlar, biz də bu ölkədə yaşayırıq da, orada işləyən, aylarla maaş ala bilmirlər, aparıb adamlar işlədirlər, adamların başına 52 gün oynatırlar. Hələ o rayonlara normal gediş-gəliş təmin olunmuyor. O portal qoyublar oraya, hamısında bir ucunda nə var, mütləq pul verməlisən. İndi mən pul verib oraya heç vaxt getməyəcəm, məsələn üçün. Nə portala mən gedən deyiləm. Mən Gəncəyə, Hacı Qabula, həm Kürdəmirə getdiyim kimi, gedə bildiyim kimi, Şuşaya da getmək istəyirəm.
O zaman hə, gedərəm bir baş çəkib gəlirəm. Amma bir halda ki, Bakıda indi çayın qiyməti 2 manatdır və mərkəzdə 3 manat deyək ki, bir çayın. Ya Şuşada sən 30 manata bir çay satırsan. Burada icra hakimi idarə edir, orada xüsusi nümayəndə idarə edir. Yəni, bütün hər şeydə yaxşılar dedim. Amma bu yaxşıların özünün ortasında elə yamanlıqlar var ki, o yaxşıları da yuyub aparır. Əgər mən dəfələrlə demişəm, Şualılar Şuya, Kəlbəcərlilər Kəlbəcərə, Ağdamlılar Ağdama, Qubatlılar Qubatlıya, Zəngilanlılar Zəngilana, qayıdıb Dədə Baba yurduna sahib ola bilmədikcə işğal davam edir deməkdir. O zaman bizim üçün, mənim üçün, məsəl üçün İbrahimov, nə bilim İbrahim Xəlil İbrahimoğlu üçün nə dəxli var ki, bunun torpağını işğal edən Sarkisyandır, yoxsa Mamedovdur, məsələn üçün, nə fərqi var? Sən Dədə Baba yurduna getmə, gedə bilmə, sən də Dədə Baba yurduna otel tikilsin, motel tikilsin, ondan sonra aeroportlar tikilsin, nə bilim yollar çəkilsin, heç kim də gəlib sənin Dədə Baba yurdunda bu işi görür. Heç olmasa quru dili harallıq istəməyəcəksə, o zaman işğal davam edir. İşğal davam edir deməkdir bu. Kim aldadır, niyə aldadırıq? Nəyə görə bu, nədir bu? Dedim ya, siz indi o belə deyək də, illərdən bəri hər şey əla, gözəl, yoxsulluq 5%, işsizlik 5%. Göz görə, mən əvvəllər yazı yazmışdım, bu yaxınlarda onları da səsləndirəcəm. Böyük yalanlar yazsın. Ama böyük yalanlarla bu ülke hara gedir, hara kimi gedə bilər sizcə? Yalanın adı yalandır. Bir yalanı örtbastırılmaq üçün təkrar 70 tane yalan uydurmaq lazımdır. Və arasında 70 artıq bu ülkede yalanların sayı hesabı yoxdur. Her gün milyonlarla yalan danışılır bu ülkede. Milyonlarla. Milyon adam milyon tane yalan danışır. Nədir bu? Əvəzində nə lazımdır ki? İnsan xoşbəxt olmaq üçün nə lazımdır? Normal alababa iş yeri olsun, dükkan olsun, bazar olsun, uşağı məktəbə geçsin, rahat yaşasın, geçsin. Bizə da tuturlar eləcə. Gecə saat 2'də də olsa küçüyə çıxamaq və Azərbaycanda gəzmək olar. Və küçədə indi bircə qorxulacaq adam var küçədə. Birdən nə olar, yaxşı olar, pis olar, indi ayrı şey. Yəni polisdən qorxurlar. Qalan ki, qorxacaq kim var ki bu ülkə? Və niyə olmasın ki? Mən ayrı cürə baxıram. Məsələn üçün, mən hesab edirəm ki, Azərbaycan vətəndaşı o belə qrup pafosla yox. Doğrudan da mən bu ölkədə rahatam, azadam deyib belə qürrəlana bilsin, sinəsi qabara bilsin. Bayrağına, gerbinə baxıb gözü dolsun, sinəsi qabarsın. Elə Azərbaycan polisi, Azərbaycanın xüsusi xidmət orqanları, Azərbaycanın nə bilim bax o yol polisidir, DTK-sıdır. Burada istəyənlər biz öz xalqımızın asayişi üçün, təhlükəsizliyi üçün, rahatlığı üçün bax bugün bu kadar iş gördük və getdikcə bu işlərin daha da miqyası böyüyəcək deyə onların da sinəsi qabarsın. O zaman o da deyirdi. Mən də deyim ki, əla gözəl. O heç biri yoxdur axı. Ha, ərazi bütün suverenlik seçkilik edilir ona görə ki, bütün Azərbaycanlarına yani o Ağdamın, o Füzulinin, Qubadlının xarabalıqlarında tülkülər, canavarlar, nə bilim kimlər gəlib səs verəcəkdi. Əvəzində ərazi yayım üzrə xərclənən pullar var. Hamısı yalan. Bu yalana ne ihtiyaç var ki? Biz seçkin ona göre keçdik. İndiyə kimi tam ərazidə olmurdu. Seçkiyə adamlar gedir, insanlar, vətəndaşlar. Vətəndaşın tən yarısını ölkədən çıxıb gedir. 5 milyon adam ölkədən gedir. İndi bu günləri dünən oxudum. 11 milyon deyirlər olub artıq Azərbaycan vətəndaşı. Bu qədər yalan olar. Heç olmasa o statistika idarəsində adlarınızı düzəldin, rəqəmləri düzəldin də. Gedin girin bugün də baxın, orada görün statistika idarəsi nə deyil. Statistika idarəsi deyir ki, Azərbaycanda səs vermə hüququ olmayan vətəndaşların sayı, səs vermə hüququ olmayan vətəndaşların sayı 2 milyon nə qədərdir? Açın baxın. Mərkəzi Seçki Komissiyası rəqəm verir ki, səs vermə hüququ olan vətəndaşların sayı 5 milyon bu qədərdir. Üstə gəlir 2 yarım nə qədər, 3 yarım, 5 yarım, belədir 8 milyon.
10 milyon hardadır. Göz göre nağdı buradan 2 milyon pripiska vurupsunuz. Bu vatandaştan pripiska eləmək nə yalan? Pambıq döyül, hani üzüm döyül dersen ki yedi burada pula çevrilecek. Bu vatandaşı pripiska eləyib kimden, kimin üçündür? Bu yalanlar niye danışırsınız? 11 milyon bu ölçüde vatandaş var. Ya bilinen 5 milyon adamın ölçüden kenarda azı 5 milyona. 3-4 milyon da burada adam kalır. Eləcə yalan. 11 milyon ne bileyim neçə rəqəm sonra adam, ne bileyim ne kadar adam. 11 milyon bu ölçüde adam var. Ayıp deyil. Kimdir bunu idare edelim? Kimdir bunun başında yakında duran? Hansı zihniyetli bu milleti bu yalanların üzerinde har yaparsınız. Dediğim için bak, her yerde rüşvet, her yerde monopoliya, xəstəxanalar elə. Kardeş, adi bir eləcə muayene üçün istenilen xəstəxanaya gir, istenilen xəstəxanaya. Hələ muayene üçün girib sana, müalicə zat yoxdur. İstenilen vatandaşın aldığı maaşın bazen hamısı, bazen de yarısından çok öyle gelir. İndi bu birden müalicə istədirsə, o zaman hələ o zat var, o ne deyir, ürək damar xəstəliklər var, əməliyyatlar var, sonra bu onkoloji xəstəliklər var. 100 binlerin adamdan pulu çıxır. Biz heç kimdə fikirləşmir ki, yaxşı, adi bir sırada hamının konstitusiyada yaşama hüququ var. Yaşama hüququ nədir? Dövlət buna müalicə təmin edəcək, ondan sonra iş təmin edəcək. Yaxşı, bu dövlətin adi bir vətəndaşı, bax mən sabah getdim, boğazımı attılar, dedilər ki, rakt, onkolojid. Mən nə verəcəm, mənə deyin görün. Mən nə verəcəm? Ulan ölümünü gözlə. Bəs konstitusiya bizə yaşama haqqı nədir? Bircə adam ona cavab versin də, dursun bir səlahiyyətli adam, İlham Əliyevdən tutduğun, hem de Mehriban Xanımın biraz kurasiyasına girir vəzifə gərək. İlham Əliyev dursun desin, Mehriban Xanım desin, bunun baş naziri desin, bunun səhiyyə naziri desin, bunun zəhərmaral qalmış o, nədir o tapınaq çocuğu təbibdə oturan, o desin ki, bu vətəndaş neyinəcək? Bax, sabah getdi, boğazında rak var. Neyinəcək bu? En yüngül formada bu onkoloji xəstələrin 30 bin, 40 bin, 50 bin. O da axırda ölür, gedir, sağalmır da, bildin mi? Adam ölənəcə mi 30, 40, 50 bin pul çıxır. Biz hardan alır bu adam pulu? Hardan almalı deyip bir fikirləşin də. Siz nə üçün varsınız? Xəstələnən xəstəliyini özü qaydına qalacaqsa, ne bileyim iş görməli olan gedib rüşvət verib, rüşvətlə işini açılacaqsa, iş görən rüşvət alıb iş görəcəksə, o zaman bu şeylerin bu dövlətə, hökumətə de ne ihtiyaç var? Mülkədar olacaq, o vaxt kul olacaq, bir de kuldar olacaq da. Kul gedib ya canını verecek ya da pulunu verip canını kurtaracaq. O bu yönlerde harada soğudum. Maraqlı bir sözdür. Ağıllardan kimse deyib. Deyir sizin aldığınız aylık gəliriniz, maaşınız sadece yemeğe yetirse demek siz köləsiz, kulsuz. Yani zamanında kuldarlık döneminde kullar da bir qarın yemək üçün istəyirlər də. Ölkəni 21-ci əsrdə bu həddə gətirib, ondan sonra da durum ne bileyim yoxsulluğu 49%'den 5%'e salmışıq. Səhiyyəmiz belə inkişaf edib, təhsilimiz. Yaxşı, indi hələ Ramiz Mehdiyevin şeyləri yoxdur ha. Ramiz Mehdiyevi, sən demə 30 ildir bu ölkəni Ramiz Mehdiyev xəyanətlə talayırmış, dağıdırmış, məhv edilmiş. Və 30 ildir bizə nədir, tərəqqi, ondan sonra ne bileyim intibah, ne bileyim inkişaf təranələri oxuyurlar bizə. Yaxşı, bu 30 ildir Ramiz Mehdiyev bu ölkəni bu cürə gecə gündüz məhv etmə, dağıtmaqla məşğul imişsə, o zaman bu inkişaf harda olub, necə olub? Yani adamlar öz dediklərinə öz inanır mı? Bunun başçısı da belədir, naziri de belədir, reisi de belədir, prokuroru da belədir. Heç kim öz dediyinə öz inanmır. Öz dediklərinə özləri inansalar bu adamlar. Demişəm bir dəfə, hər səhər işıqlarında hamı küçüyə düşər, belə meyxanada oxuyar, qarqat verər, çapar. Adamlar öz dediklərinə özləri inansalar dəli olarlar. Ölkə bu vəziyyətdə ki. Ne eləmək istəyirsiniz? Ne eləyəcəksiniz? Axırı hamı öləcək də. Bir gün mən də, sən də, o da, biz də, siz də, onlar da. Hamısı öləcək. Ama
İndi hiç olmasa ölünce bu insanların kanı yazıp bunların yaşama hakkı var. Yaşama hakkında təmin eləmək devletin işidir. Devletin de işləyişini təmin eləmək prezidentin işidir. Bunu mən demirəm ki. Ya prezident ne yanlışır? Prezident her raddan seçiləndə gedir and içir da. İndi modunu ad koyublar, inaugurasiya. Onun adı and içmə mərasimidir. Prezident ne yanlış içir? Bir daha deyirəm. Konstitusiyon hüquqları təmin eləməli adına adı dövlətdir. Devletin de işlərini təmin eləmən prezidentdir. İndi bunun heç biri istəmir. Kimdir günahkar? Kimdir? Devlet var mı? Prezident yerindədir mi? Və devlet yoksa o zaman prezident bunu necə idarə edəcək? Yaxud da prezident yerində dölsə devlet neyəcək? Heç nə. Devletimiz demişəm, prezident aparatının zirzəmisində kolu bağlıdır. Vətən adlı da ölüm yatağındadır. Ölüm yatağındadır vətən adlı anamız. Devletimiz de zirzəmidə kolu qandaldadır. Ya biz özümüzde ləyaqət, insanlıq, cəsarət, bilmirəm, dəyanət tapıb, dövlət adlı babamızı zirzəmidən çıxardıb, vətən adlı anamızda ölüm yastığından qaldırıb, başı dik, vətənə övlad, vətənə daş olacaq. Vətənə daş ola bilməyəcəksə, vətən çönüb bizim başımıza daş olacaq. O göydən yağan yağış kimi de olar, bir gün dolu da yağar ve and olsun Allah'a ki bir gün daş da yağar. Bu gedişat ülkeye daş yağsa ben təəccüblənməyəcəm. Belə bilmirəm. Mesela deyebildimsə, deyemədimsə bilmirəm hiç bilmirəm. Bak, adam o kadar mövzu da çok. O kadar da siz adamın elə belə inanmayayım ya. Ben danışıp qutarana kimi için parça parça olur. Təsəvvür etsin bəzən o biraz belə deyək də yöndəmsiz cümleleri udmaq üçün qaytarıb onun əvəzinə biraz az çox yani yöndəmli cümle qurabilmək üçün insanın içini neçə yerə parçalanır, fərqindəsin. Və mən hər dəfə bunu yaşayıram. Niyə? Çünki yoxdur, 1 millimetr torpaq yox ki, deyəsən, burada təmizlik var. Parmağın ucunda belə durasan orada, yavaş yavaş təmizləyəsən, hər yer bulaşıb, hər yer kirlədib, hər yer kirlədilib. Dövlət də kir içində, məmur da kir içində, vətəndaş da ki, ümumiyyətcə, bataqlıqda, göbəkdən yuxarı suların içində və heç kimin vecinə deyil. Bu günə kimi dediyim kimi, bir normal elə belə gözdən pərdə icras da keçirməyiblər. Nə var? Bəs bu qədər insanlar sadəcə evinə girə bilmir. Küçədə, bayırda, qohumun, dostun evində. İndi bir ay, 2 ay sonra ne olacaq? Bu yağışlardan sonra ne kadar yaşayış sahələri artıq yaşayışa yararsız olacaq. Ne kadar deyək ki, bu obyektlər filan sıradan çıxacaq. Bunlar hamısı öyle böyle biraz da iş yeridir. Biraz da bir neçə adamın o gəlir yeridir, qaza deyirək, yoxsulluğun səviyyəsini 5% salmışıq. Yağışlardan sonra yoxsulluğun səviyyəsi 49 yox, en azı 89% çıxacaq. Bu yağışlar Azərbaycanın özdə belə deyək də indi o əsasən orta təbəqə dediyimiz bu az çox biznesdən. Onlar üçün adları baxın da o sədərək binə, o adlar, yarmarkalar. Hamısı var da YouTube'da girin baxın, TikTok'da olur. Görün onlarda neler var. Ona göre bilmirəm valla. Məndən bu kadar. Geceniz xeyrə qalsın. Allah'a emanet olun. Bir sağlık, bir de zatlıq olsa belki görüşebildik.